Bəli, biz artıq müşahidə edirdik ki, Avropa İttifaqı ilə müəyyən bir böhran yaşanır Azərbaycan və bu qurum arasında. Eyni zamanda ATƏT, düzdür, bizim hər hansı bir ümumi problemimiz yox idi, amma ATƏT ümumiyyətlə biraz iflic vəziyyətdədir. Bu Rusiya ilə olan o qarşıdurma ilə bağlıdır. Amma ATƏT çərçivəsində bizim də bəzi prinsipial məsələlər var. O cümlədən Minsk qrupun tamamilə ləğv olunması. Bu səfərlər, mən bu Kallasın səfəri ilə xüsusən şərh etmək istərdim. Ümumən belə ilkin nəticələr göstərir ki, səfərin nəticələri müsbətdir. Avropa İttifaqı tərəfindən doğrudan da siz qeyd etdiniz, bəlkə doğrudan da biz yeni bir səhifə açırıq. Olan o böhranla bağlı olan məsələlər tarixdə qalır. Hər halda belə bir ümidlər var. Və bu problemləri yaradan Brüsseldir və bəzi Avropa ölkələridir. Ona görə bir tərəfdən təbii ki, gözlənti ondan ibarətdir ki, Azərbaycana dair siyasət dəyişəcək. Digər tərəfdən realist olmalıyıq. Bəzi ölkələr, o cümlədən Fransadır. Elə dünən Azərbaycana qarşı orada da bir provokasiya baş vermişdi. Çətin ki, kəskin şəkildə vəziyyət dəyişsin. Amma burada mən bilən ümumən Avropa İttifaqı çərçivəsində və burada da biz iki məsələ var. Bir var Avropa İttifaqı bir qurum olaraq, bir var ki, individual şəkildə, fərdi şəkildə biz Avropa İttifaqının üzvü ölkələri ilə əlaqələri inkişaf etdiririk. Və burada da yəni nailiyyətlər var, uğurlar var və məhz bu ölkələr artıq təzyiq göstərirlər Brüsselə, yəni o deməli quruma, Avropa İttifaqının institutlarına Azərbaycan dair mövqeyi dəyişsin. Burada Azərbaycan artıq onlar dərk edirlər ki, münaqişə bitib və Azərbaycanın tələbləri, yəni bir qeyri-adi tələb deyil, Ermənistan konstitusiyanın dəyişməsi və s. Düzdür, təqid edirlər ki, biz bu sazişi imzalayaq, konstitusiyanın referendumunu gözləməyək. Amma eyni zamanda da dərk edirlər ki, Azərbaycanın burada tələbi yəni, tam haqlıdır. Digər tərəfdən, Cənubi Qafqazda ən güclü ölkə, ən vacib ölkə Azərbaycandır. Nəinki Cənubi Qafqazda, ikinci burada bir məsələ yaranır. Bu, yaxın şərqlə olan vəziyyət, Suriyadır, Türkiyə-İsrail münasibətləri, Azərbaycanın potensialda olan vasitəçilik rolu və s. Bu, ikinci çox vacib geosiyasi məsələdir. Üçüncü, Mərkəzi Asiya, Çin, orta koridor, orta dəhliz. Çox güman ki, Çinlə bağlı Avropa İttifaqını biz artıq müşahidə edirik. Mövqeyi dəyişir, Trumpla olan münasibətlər, gərgin münasibətlər vadar eləyir Brüssel Çinlə daha yaxın olsun. Bu, o nə deməkdir ki, orta dəhlizdən daha çox istifadə olunacaq. İndi bu Orta Asiyaya Avropa İttifaqı səfər eləyiblər, orada bir zirvə görüşü keçiriblər. Düzdür, orada bəzi məqamlar var, xoşa gəlməz məqamlar, amma onu ümumən baxsaq, yəni bu regiona, Xəzər regionuna Avropa İttifaqının deməli mövqeyi dəyişir, onun vacibliyi artır. Gəldirəm, müəyyən dərəcədə ehtiyat eləyək, bəlkə də biraz da gözləməliyik. Konkret praktiki addımlar nədən ibarət olacaq? Amma ümumən hələ ki deyə bilərik ki, bu səfərin nəticələri müəyyən dərəcədə müsbətdir.